Hər vaxtınız xeyir, dəyərli tamaşaçılar, siyasi reaksiya verişinin növbəti yayım buraxılışını izləyirsiniz. İran səmasından NOTAM elan edildi. İran İslam İnqilabı Keşikçiləri Korpusu Semnan əyalətinin bir hissəsində NOTAM, yəni uçuş xəbərdarlığı elan edib. Bu barədə İran mətbuatı məlumatı yayıb. Məlumatda bütün balistik raket sınaqları ilə bağlı olduğu bildirilir. Bunun bölgədə hava nəqliyyatı üçün xüsusi təhlükəsizlik tədbirləri görülüb və İsrail İranı ABŞ-siz vura bilər. İsrail İrana tək başına zərbə endirə bilər. Bu barədə Yerusəlim Post qəzeti mənbələrə istinadən məlumatı dərc edib. Amerikalılara dedik ki, İran ballistik raketlər üçün müəyyən etdiyimiz qırmızı xətti keçərsə, tək başına zərbə endirəcəyik. Mənbə qeyd edib ki, İsrail İran daxilindəki inkişafları daim yaxından izləyir. Danışıqlar baş tutacaqmı? Fərqli məlumatlar var. Bildiyiniz kimi, ən son Omanda baş tutacağı ilə bağlı məlumat yayılmışdı. Xamneyi İstanbul danışıqlarını imtina etmişdi. Halbuki ötən həftələrdə Xaricilər Naziri Araqçını Türkiyəyə göndərmişdilər. Ərdoğandan xahiş minnətə ki, Trumpla danış, bu hücum baş tutması. Ümumilikdə Amerika-İran cəbhəsindəki vəziyyət necə olacaq və təbii ki, Rusiya-Ukrayna cəbhəsinə nəzər yetirəcək. 1447-ci gündür ki, müharibə davam edir və sayılı günlər qalır 4 ilin tamamına. Abu-Dhabi görüşü nəticəsi necə oldu? İrəliyən dəqiqələrdə qeyd etdim və digər istiqamətdə məsələləri söhbətimizi davam etdirəcək. Ümid Partiyasının sədr müavini Bakir Həsənbəy ilə. Bakir bəy, salamlayıram sizi. Salam, xoş gördük. Elə qonşu İrandan başlayaq. Danışıqlar sizcə baş tutacaqmı, yoxsa hücum, zərbə qaçılmazdır? Əvvəla qeyd edim ki, bilirsiniz ki, Amerika Birləşmiş tərəfindən, Birləşmiş Ştatlar tərəfindən deməli, İrana təklif olunan 4 demək ki, bəndlik bir danışıq üçün, masa üçün, müzakirə mövzusu üçün bir demək ki, təkliflər paketi nəzərdə tutulub ki, bunların üçü İranın müdafiə strategiyasının əleyhinədir. Məsələn, uranın zənginləşdirilməsi ilə bağlı məsələlərdə demək ki, hazır zənginləşdirilmiş uranın 3-cü ölkəyə demək, təhvil verilməsi, daha sonra isə uranın zənginləşdirilməsini sıfırlamaq məsələsi var ki, burada bu əsasən birinci bəndə aiddir və eyni zamanda da nüvə demək, başlıqlarının, nüvə silahının hazırlanması ilə bağlı, nüvə danışıqları ilə bağlı məsələlər var ki, bunlar müzakirə deməli predmetidir və sözsüz ki, bu İranın müdafiə strategiyasının əleyhinə olan bir məsələlərdir. Lakin demək, Amerika Birləşmiş Ştatları bu məsələlərdə özünün prinsipial olaraq mövqeyini ortaya qoyub və yəqin ki, bu məsələlərlə bağlı razılıq almadan İran deməli, ətrafından geri çəkilmə məsələsi biraz sual altındadır. İkinci, ballistik raketlərlə bağlı məsələlərdir. Əvvəla onların istehsalının deməli, azaldılması, kilometrajın azaldılması, hətta bəzi mənbələr 500 kilometr, bəzi mənbələr isə 300 kilometr məsələlər var ki, deməli, nəzərdə tutulur. Bu da əsasən İsraillə bağlı məsələlərdir. Məsələn, 12 günlük müharibədə bilirsiniz ki, İsrailin ərazisinə də düşən demək, İran raketləri vardı və İsrail, Amerika Birləşmiş Ştatları danışıqlarında yəqin ki, deməli, istisna deyil ki, bu məsələ də öz əksini tapıb ki, əgər həmin raketlərdə nüvə başlığı olardısa, nəticə nə olardı? Bəli. İsraillə bağlı. Bu kifayət qədər çətin bir nüansdır. Daha sonra isə üçüncü isə İranın proksi qüvvələrinə hərbi, deməli, siyasi və maliyyə dəstəyinin kəsilməsi məsələsi. Bu da İranın deməli, strateji müdafiə prinsiplərinə zidd olan bir məsələlərdir. Əvvəla İran düşünür ki, bu cür proksi qüvvələrinin saxlanılması İranın masada əlinin güclənməsinə xidmət edən amillərdir. Çünki İran əsasən bu proksi qüvvələrdən deməli, təzyiq vasitəsi kimi istifadə edir. Xatırlayırsınızsa, deməli, Həmas İsrail müharibəsinin ilk aylarında Qırmızı dənizdən Husilərin Amerika Birləşmiş Ştatlarının və Böyük Britaniyanın gəmilərinə hücumları, o ticarət yolunun bağlanmasına mane olunmaq məsələləri var idi ki, bütün bunların hər biri, dediyim kimi,
İranın təzyiq alətidir, siyasi masada, müzakirə masasında əlini gücləndirmə amilidir və İranın yaxın şərqə özünü müdaxilə etmədən rolunu təmin edən amillərdən biridir. Və bu da dediyim kimi İranın müdafiə strategiyasına ziddir. Və dördüncü, İran daxili rejimin dəyişilməsi və yaxud struktur dəyişilməsi. Bütün bu isə deməli İranda İran teokratik rejiminin qırmızı xəttidir bu məsələ. Nədir bu qırmızı xətt? İranda deməli idarəçilik fəlsəfəsində bir mifik ideoloji deməli tezis formalaşdırıblar özləri üçün ki, İran dövlətini, İran İslam dövlətini 12-ci imam idarə edir. Bu bir mifik ideoloji deməli inancdır. 12-ci imamın deməli naibi ali dini liderdir. O mesajlarını ali dini liderə çatdırır və ali dini lider onun mesajları əsasında ölkənin idarə edilməsini təmin edir. Və əsasən bu məsələlərdə İran teokratik rejiminin deməli qurucusu Ruhullah Xomeyninin fətvası bu günə qədər deməli İranın teokratik rejiminin siyasi və hərbi idarə etməsində deməli o fətva qüvvədədir. Demək Səhifə-i Nur 15-ci cild 365-ci səhifədə Xomeyninin fətvası qeyd olunur. Orada deyilir ki, İslam Respublikasını qorumaq bir nəfəri qorumaqdan daha vacibdir. Hətta o bir nəfər İmam Zaman olsa belə, fikir verin, ölkənin idarəçiliyi İmam Zaman tərəfindən güya həyata keçirilir və Ruhullah Xomeyni, yəni teokratik rejimin qurucusu fətva verir ki, bir nəfəri qorumaqdan daha vacibdir İslam Respublikasını qorumaq və hətta onun qurucusu olan pərdə arxasında və bu deməli fikri özü üçün şuar götürən, özü üçün əsas prinsip, idarəçilik prinsipi götürən teokratik rejim bunu 47 ildir bu fətvanı deməli o rejimin idarəçilərinə istər hərbi, deməli rəhbərlikdə istər siyasi rəhbərlikdə olanlara təlqin edib və nəzərə alsaq ki, İran İslam Respublikasının əhalisinin təxminən 70%-ə qədəri 79-cu ildən, yəni İslam inqilabından sonra dünyaya gələnlərdir. Deməli, bu mifik ideologiya onlara da təsir göstəribdir, müəyyən bir hissəsinə və İran bu deməli prinsipi özünün qırmızı xətti elan edib. Amma söhbət ondan gedir ki, bugün İran öz ritorikasını, yəni İranın belə deyək də, sadə dillə izah etsək, başına bəlaya çevrilən ritorikasını, onu demək, labirintə sala biləcək ritorikasını nədən dəyişmir? Çünki bilir ki, Amerika Birləşmiş Ştatları bugün üçün müharibə etmək istəyində deyil. Söhbət müharibə etmək qüdrətində deyil. Etmək istəmir sadəcə. Nədən etmək istəmir? Əvvəla Trumpın hakimiyyətə gəlişindən sonra Trumpın seçki öncəsi verdiyi vədlərin böyük əksəriyyətini bugün yerinə yetirmək imkanlarında deyil. Çünki dünya... Söhbət təkcə üzrdən quru müharibədən gedir, yoxsa elə 12 günlük müharibə kimi? Əvvəla İranla bağlı quru müharibə digər ölkələrdən, məsələn digər ölkələr deyərkən mən Venezuela nəzərdə tuturam, tutaq ki, belə deyək də ehtimal kimi Kuba nəzərdə tutulur, demək, Danimarka, Qrilandiyanın məsələsi var, məsəl üçün bu istiqamətdə. Burada fərqlidir, coğrafiyası fərqlidir, insan amili fərqlidir, dövlətə münasibət, hökumətə münasibət fərqlidir. Yəni, bütün bunları nəzərə alsaq, quru müharibəsi ABŞ-İran müharibəsində bu arzu olunan məsələlər deyil. Amma hərbi hava qüvvələri ilə bağlı məsələlərdə deməli, Amerika Birləşmiş Ştatları nədən istəmir? Bilirik ki, noyabr ayında ara seçkilər olacaq. Konqresə hal-hazırda Trumpın bir il deməli, öncə prezident kimi fəaliyyətə başlamasından zamanından bugünə qədər Konqresə Respublikaçıların, demokratların say birliyi bərabərləşmə ərəfəsindədir. Yəni, o
artıq belə deyək də Trumpçıların çoxluğu bir o qədər də hiss olunmur. Və bilirsiniz ki, son 2 seçkilərdə də keçirildi. 2 deməli ştatda olan seçkilərdə də yenə Trumpın namizədləri, nümayəndələri qalib gələ bilmədilər. Hətta deməli demokratlar böyük səs çoxluğu ilə qalib gəldilər. Bu əslində sos siqnalı idi bu məsələlərlə bağlı. İkinci bir tərəfdən Trumpın hakimiyyətə gəlməsindən 1 il ərzində 2 dəfə hökumət böhranı olub. Yəni bir dəfə ay yarım oldu maliyyə çatışmamazlığı ilə bağlı məsələlərdə hökumət fəaliyyətini dayandırdı. Bir dəfə isə təxminən 1 həftə müddətində hökumət fəaliyyətini qismən deməli dayandırmağa məcbur oldu. Bu Amerika son bir 10 ildə götürəndə Amerika Birləşmiş Ştatlarının 10-15 ildə tarixində 1 ildə 2 dəfə hökumət böhranının olması məsələsi gündəmə gəlməyib. Bu da Trump üçün çox ciddi belə deyək də bir xəbərdarlıq mesajıdır. Bundan başqa demək Trumpın hal-hazırda bu seçkilərə belə deyək də bir o qədər də zaman qalmamasına rəğmən əlavə evlərə yaralı əskərlər və yaxud belə deyək də müharibədə öldürülmüş əskərlərin cənazəsinin gəlməsi və yaxud yaralı əskərlərin gəlməsi məsələsi ölkə daxilində ciddi şəkildə rezonans doğura bilər. Bütün bunlar Trumpın miqrant siyasəti bilirsiniz ki, miqrantlara qarşı yönəlik siyasəti var. Bütün bunları nəzərə alanda Amerika Birləşmiş Ştatlarının həm də Amerika Birləşmiş Ştatları hal-hazırda 38 trilyon dollar deməli borclanıb. Kifayət qədər böyük vəsaitdir və eyni zamanda İran-Amerika müharibəsi başlayacağı təqdirdə bu heç də belə deyək də ucuz müharibə olmayacaq, kifayət qədər bahalı müharibə olacaq. Zaman kəsimi ilə bağlı bilirsiniz ki, məkanla bağlı. Bilirsiniz, kifayət qədər uzun bir məkandır. İranla Amerika Birləşmiş Ştatları arasında silah təminatı, eyni zamanda ərzaq və digər nüanslar var ki, bütün bunlar sözsüzsüz göz ardı edilə bilməz. Və bunları bildiyi üçün İran İslam Respublikasının siyasi rəhbərliyi və eyni zamanda hərbi rəhbərliyi ritorikasında maksimalist mövqelər ortaya qoyur. Məsəl üçün, çox qəribədir ki, dünən Əraqçı İran Xaricilər Naziri bildirir ki, 7 ölkənin rəhbəri bizdən xahiş elədi ki, müsbət cavab verək. Axı sənin nəyindən xahiş eləyək? İranla bağlı məsələlərdə Amerika Birləşmiş Ştatları İranı çöktürmək üçün əlində kifayət qədər imkanlar var. Məsələn, bir faktı deyim mən sizə. Deməli, Xark adası var İranda. Demək, 4 əsas strateji adalardan biridir bu Xark adası. Uzunluğu 8 kilometrdir, eni 4,5 kilometrdir. Amma bu Xark adası İranın xam neft ixracının 1/3-ni həyata keçirdi, liman olaraq. Tutaq ki, Amerika Birləşmiş Ştatları oranı bombalasa, bu kifayət qədər bəs edir ki, belə deyək də, İranın neft sənayesi ciddi zərbə görür. Hələ mən söhbət bir adadan gedir. Amma orada 4 ada var, o 4 adanın 4-ünü də bombalama imkanlar var. Çünki bilirsiniz ki, Hörmüz deməli, boğazı ətrafında artıq o özünün donanmasını oraya yerləşdirib. Yəni, dediyim fakt ondan ibarətdir ki, İranda təxminən 2-3 deməli, yanacaq istehsal eləyən zavodlar var. Və eyni zamanda dediyim kimi, bu 4 limandır. Bu 4 limanı və o 2-3 yanacaq istehsal edən zavodların bombalanması əslində İrana çox ciddi şəkildə deməli, zərbə vurulmuş olur. İranın xarici ticarəti, belə deyək də, dəhşətli dərəcədə ziyan görür bu məsələlərdə. Bilirsiniz ki, elə Amerika Birləşmiş Ştatlarının donanmasının gəlib Fars körfəzində deməli, lövbər salması özü çox ciddi bir siqnaldır. İranın iqtisadiyyatının 80-85% bu istiqamətdən, deməli, ticarəti bu istiqamətdən hərəkətlənir. Yoxsa İranın digər istiqamətdə o qədər də, belə deyək də, ticarət imkanları yoxdur. Yəni, dediyim kimi, Amerika Birləşmiş Ştatları bunu istəmir, bu məsələləri istəmir. Məqsəd də nədir? Məqsəd əslində bu bütün münaqişələrin sonunda Çinlə ABŞ mübarizəsi var ki, Çinlə ABŞ mübarizəsinin də Amerika Birləşmiş Ştatlarının üst xəttə çıxmasıdır. Bax, məsələn, Qrenlandiya məsələsində. O istiqamətdə Rusiyanın təxminən 43-ə yaxın
demək ki, buzqıran gəmisi fəaliyyət göstərir ki, həmin o deməli ticarət yolunu mütəmadi olaraq açıq saxlayırlar ki, Çinlə deməli Rusiyanın ticarət dövriyyəsində fasilələr yaranmasın. Yəni Rusiyanın ayaqda qalması üçün. Qrenlandiyaya ona görə demək iddia olunur ki, həmin ticarət yoluna nəzarət funksiyası ABŞ-ın əlinə keçsin və ABŞ o istəyənə nail olacaq. Çinin Venezueladan aldığı böyük partiyalarla və ən ucuz qiymətə aldığı neft və neft məhsulları var idi ki, bilirsiniz ki, artıq həmin deməli neftin deməli hasilatı, onun satışı artıq Amerika Birləşmiş Ştatlarının əlindədir. Hətta Trump bir müddət özünü Venezuelanın belə prezidenti, müvəqqəti prezidenti belə adlandırırdı bu məsələlərdə. Bu deməli məsələlər fikir verirsinizsə, yəni növbə olaraq. Sonra gəlir, çıxır demək İranla bağlı məsələdə. İran deməli Çinin deməli neft ixracının, neft ehtiyacının təxminən 13-14%-ni İran deməli təmin eləyir bu istiqamətdə və eyni zamanda özünün neft deməli ehtiyacının təxminən 70%-ni bu Hörmüz boğazı istiqamətindən o şərq ölkələri, yaxın şərq ölkələrindən Çin təmin edir və İran, üzr istəyirəm, Amerika Birləşmiş Ştatları o boğazın da ələ keçirilməsi və yaxud İranın da neft hasilatına özünün deməli sahib çıxması, nəzarət funksiyasının həyata keçirilməsi əslində pərdə arxasında Çin-Amerika deməli münasibətlərində Amerikanın belə deyək də daha geniş imkanlar əldə etməsinə xidmət edən amillərdir. Bu da məqsəd yeni dünya düzənində tək qütblü dünya, yəni ABŞ-ın rəhbərlik etdiyi, ABŞ-ın dominantlıq təşkil etdiyi tək qütblü dünyanın əsasını, bünövrəsini qoyan amillərdəndir. Bəli, yayımızı davam etdiririk. Mən istəyirəm Rusiya-Ukrayna cəbhəsindəki vəziyyətə bir nəzər yetirək, sonra Vensin Cənubi Qafqaza səfərinə toxunarıq. Qeyd etdim ki, 1447-ci gündür ki, müharibə davam edir. Rusiya ordusunun Xarkov vilayətinin Bogodixov şəhərinə pilotsuz uçuş aparatları ilə endirdiyi zərbə nəticəsində biri 10 yaşlı uşaq olmaqla 2 nəfər həyatını itirib. Bu barədə Telegram kanallarında məlumatlar yayılıb. Bəli, qeyd etdiyimiz kimi artıq müharibənin 4-cü ilinə sayılı günlər qalır və ötən həftə baş tutan 2 günlük Abu Dhabi görüşü müharibə, o da əvvəlki görüşlər kimi nəticəsizmi qaldı? Sözsüz ki, prinsiplər həll olunana qədər bu cür görüşlər nəticəsiz görüşlər olacaq. Fikir verirsinizsə, deməli, görüşlərlə bağlı istər Ukrayna tərəfi, istər Rusiya tərəfi, istər Amerika Birləşmiş tərəfi çox konstruktiv keçdi, qarşılıqlı anlaşma və s. Bu diplomatiyada ümumi sözdür. Amma mən bunu dəfələrlə müxtəlif efirlərdə səsləndirmişəm və hesab edirəm ki, təkrarda da bir qüsur olmaz. Rusiya-Ukrayna müharibəsi ərazi müharibəsi deyil. Rusiya-Ukrayna müharibəsi mövqe müharibəsidir, mövqe mübarizəsidir. Bəlkə də Rusiya dünyada yeganə dövlətdir ki, ona ərazi lazım deyil. Zaten Rusiyanın əraziləri bomboş qalır. Zaten Rusiyanın əraziləri, bəli, demək müharibəyə qədər demək olar ki, 5000 kəndin boşalması ilə bağlı Statistika Komitəsi məlumat vermişdi. 13 şəhərlə bağlı, təxminən 3 ay bundan qabaq, 13 şəhərin boşalacağı ilə bağlı çox ciddi deməli məlumatlar vermişdi. Uzaq şərqi götürək. Uzaq şərqdə təxminən 7 milyon kvadrat kilometr bir ərazidə cəmi 8 milyon insan yaşayır. 8 milyon insanın 2 milyonu Çinlidir. Yəni Rusiyaya ərazi lazım deyil. Rusiyaya mövqe lazım. Mövqe nədən lazımdır Rusiyaya? Bilirsiniz ki, SSR dönəmində, bax bu gün Avropa İttifaqının ən azından 3/1 SSR-nin nəzarət etdiyi, 70 ilin üstündə olan bir rəqəmlə nəzarət etdiyi coğrafiyalar idi, ölkələr idi. NATO da eyni qəbildəndir. NATO-nun da ən azından 3/1 SSR-in nəzarət etdiyi ölkələrdir. Bu gün Rusiya haradan çıxarıldı? Bax, həmin o NATO-nun, Avropanın nəzarət etdiyi ölkələrdən Rusiya çıxarıldı. Rusiya çıxarıldı yaxın şərqdən. Rusiya çıxarıldır Latin Amerikasından. Venezuela göz qarşısındadır. Kolumbiyanın prezidenti əlində
narkobaronların siyasi gəldi Trumpa məruz etdi ki, bizdə bu qədərdir. Nə istəyirsiniz gedin eləyin, çünki qorxur. Deməli, Kuba ilə bağlı məsələlər. 2 gün bundan əvvəl Kubanın cəmi 20 günlük neft ehtiyatının olması ilə bağlı deməli, məlumatlar dərc olundu və eyni zamanda deməli, Trumpın da bir hədə-qorxu ritorikaları, bir belə deyək də, bəyanatı vardı ki, Kubaya neftin satılması və sair və axır məsələlər mənim diqqətimdədir, nəzarətimdədir və bu məni, belə deyək də, narahat edən amillərdən biridir. Latin Amerikasından da çıxarıldı. Bir neçə bundan əvvəl, deməli, Orta Asiya, Mərkəzi Asiya Respublikasının prezidentləri Trumpın qonağı oldular. Trump onları, deməli, Ağ Evdə qəbul etdi, onlarla müqavilələr imzaladı, razılaşmalar oldu və sair və axır məsələlərdə. Hətta Qazaxıstanın İbrahim sazisine qoşulması ilə bağlı məsələlər müzakirə olundu. Deməli, Cənubi Qafqazla bağlı məsələlərdə bugün Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti deməli, Ermənistanda səfərdədir. Sabah Azərbaycanda səfərdə olacaq. Gürcüstan-Rusiya münasibətləri hər kəsə aydındır ki, Gürcüstanın 20% torpağı Rusiya tərəfindən işğal olunub, separatçıların nəzarətinə verilibdir. Yəni, bunları saymaqda məqsədim nədir? Deməli, həmin Avropa ölkələri ki, nəzarəti vardır. Rusiya oradan çıxarılıb, Yaxın Şərqdən çıxarılıb, Latin Amerikasından çıxarılıb, Orta Asiyada mövqelərinin zəiflədilməsi üçün, belə deyək də, pərdə arxası Çin Amerikadan daha artıq iş görür. Bilirsiniz ki, 10 milyardlarla dollar kreditlər verir. Hətta Qazaxıstanda o ixtişaşların olması xatırlayırsınız. Həmin məsələlərdə əslində deməli Çin bunu gizlətdilər mətbuatdan. Çin Qazaxıstanın borcu müqabilində torpaq istəyirdi Qazaxıstan ərazisindən və Rusların yaşadığı deməli ərazidə güya ki, yanacağın qiymətinin artması ilə bağlı Rusiya bir ixtişaş başladı. KTMT ilk, belə deyək də, debutini Qazaxıstanda elə etdi. Gəldi orada güya ixtişaşın yatırılması və sair və axır məsələlərdə belə. Əslində bu mesaj idi. Bilirik ki, KTMT Rusiya özünün NATO'su hesab edir və mən buradayam, bu mənim nəzarətimdədir və sair və axır məsələlərdə. Cənubi Qafqazla da bağlı dedim sizə bu məsələlərə. Yəni, görürsünüz ki, Rusiyanın hər yerdən əyağı kəsilir. Hər yerdən qolları kəsilir. Məsəl üçün, Ermənistanla bağlı məsələlərdə onun bir orada hərbi bazası var, 70% iqtisadiyyatı deməli Ermənistanla bağlıdır. Rusiya, Ermənistan deməli münasibətləri nə qədər sərt ritorika ilə davam etsə də, amma buna baxmayaraq hələ ki o, belə deyək də, iqtisadi hərbi orbitindən çıxa bilmir Ermənistan. Bunun üçün də Türkiyə və Azərbaycan Ermənistana, bilirsiniz ki, hətta sülh müqaviləsi imzalanmadan ticari münasibətlərdə, tranzit kimi Ermənistana deməli taxılın ötürülməsində, Azərbaycan yanacağının verilməsində, hətta İqtisadiyyat Naziri Azərbaycana bəzi ərzaq məhsulları var ki, Azərbaycan üçün zəruri olanlar, ticarətimiz arta bilər və sair və axır məsələlərdə bu cür mesajların verilməsi, bu iqtisadi, belə deyək də, o demək ki, orbitdən çıxmaq üçün atılan bir addımdır bu istiqamətdə. O baxımdan Rusiya bilir ki, Qərb başda ABŞ olmaq şərti ilə yeni dünya düzənində artıq bilirsiniz ki, deməli, 2-ci Dünya müharibəsindən sonra formalaşmış dünya düzəni dağılıb, dünya xaotik bir mərhələdədir. Bu xaotik mərhələdə olan dünyanın, deməli, 4-cü dünya düzəni ilə bağlı bünövrəsi qoyulur. Orada Rusiyaya epizodik rol verilməlidir. Ki, Rusiya, belə deyək də, öz sərhədləri çərçivəsində qalmalıdır, öz sərhədləri çərçivəsində dayanmalıdır. Bu baxımdan, demək ki, Rusiya-Ukrayna müharibəsi və Rusiyada çaba göstərir. Rusiyanın kifayət qədər ciddi problemləri var, biləsiniz. Hərbi sahədə ciddi problemləri var, iqtisad sahədə ciddi problemləri var. Məsələn, mən istəyirəm rəqəmlərlə danışaq. Böyük Britaniyanın deməli, kəşfiyyat xidməti hələ 2 ay bundan qabaq bildirdi ki, Rusiyanın hava hücumundan müdafiəsi eyni zamanda deməli, ağır texnikası ilə bağlı məsələlərdə və əskər imkanları ilə bağlı məsələlərdə 14-19% arasında Rusiyanın ehtiyatları qalıb. Bu, müharibənin davam etməsi üçün kifayət qədər çətin bir məsələlərdir. Digər bir tərəfdən, Rusiyanın deməli, ehtiyat fondunun 65% artıq xərclənib.
Rusiyanın 2026-cı il üçün büdcə kəsiri 100 milyard dollara çatacaqdır. Bu kifayət qədər böyük bir vəsaitdir. 2022-ci ildə Rusiyanın qızıl ehtiyatı 554,9 ton idi. Bugün isə Rusiyanın qızıl ehtiyatı 160,3 tondur. Gör nə qədər düşüb. 2025-ci ildə Rusiya deməli Çinə 25,3 ton qızıl satıb. Bu 2024-cü illə 2025-ci il arasındakı 7 dəfə fərq deməkdir. Yəni bu məsələlər Rusiyada 2025-ci ildə 120 min müəssisə öz fəaliyyətini dayandırdı. 67 super və hipermarket öz fəaliyyətini dayandırdı. Rusiyanın istehsal sahəsində 2 milyon hal-hazırda işçi çatışmamazlığı var. Rusiyada işçi çatışmamazlığı 2030-cu ildə 11 milyon nəfərə çatacaq. 11 milyon Arzu bəy təsadüfi rəqəm deyil. Niyə 11 milyonla bağlı məsələni? Deməli, mən belə deyək də, biraz da qabardaraq deyirəm bu məsələni. Çünki 2022-ci il fevralın 22-sində Rusiya-Ukrayna müharibəsi başlamazdan əvvəl Rusiyada 12 milyon miqrant yaşayırdı. Bugün isə 4 milyona qədər miqrant yaşayır Rusiyada. Nədən? Çünki o sərt miqrantlarla bağlı qoyduğu bir siyasət var idi. Bu da daxili təlaşdan irəli gələn məsələlərdir. Rusiyanın daxilində bilirsiniz ki, müxtəlif istiqamətlərdə insan itkisi ilə müşayiət olunan terror hadisələri baş verdi. Müəyyən qətillər və s. və l-axır. 2 gün bundan əvvəl Rusiyalı generalın da deməli ağır yaralanması filanı bəşməkə. Bütün bunlar hamısı o miqrasiya siyasətində belə deyək də ciddi belə deyək də bir Gestapo rejimli bir dəyişikliyin olunması əslində Rusiyanın özünün problemlərinin göstəricisidir. O baxımdan Rusiyanın müharibəni davam etdirmək kimi bir lüksü yoxdur. Amma dediyim kimi Rusiya geri çəkiləcəyi təqdirdə heç kim garantiya vermir ki, avtoritar rejimlərdə də, məsəl üçün İranda fikir verirsiniz, 2009-cu ildən demək 2026-cı ilin yanvarına qədər müxtəlif ara kəsimləri ilə çox ciddi insan itkisi ilə müşayiət olunan demək ixtişaşlar baş verdi. Heç kim garantiya verə bilməz ki, eyni şey Rusiyada da olmayacaq ki, 4 il müharibə apardın, 100 minlərlə insan deməli öldürüldü. Ondan 3 qatı artıq insanlar deməli müxtəlif xəsarətlər aldılar. Ölkəyə 100 milyardlarla yox, trilyonlarla dollar az qala bəlkə də ziyan dəydi və s. və l-axır məsələlər. Bunun hesabının aparılması məsələsi var. Ən başdası isə Rusiyanın özünün dediyim kimi regionda, daha doğrusu dünyada təsir imkanları ilə bağlı. Rusiya bilir ki, münaqişəni saxlayacağı təqdirdə Rusiya küncə itələnəcək. Artıq mərkəzdə olmayacaq. O dediyim kimi də yeni dünya düzənində də hər hansı bir rol alması artıq şübhə olacaq. Bəli, və sona yaxınlaşırıq. Bir son dəqiqə bir informasiyanı diqqətinizə çatdırım. Prezident icra başçısını vəzifəsindən azad edib. Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhər icra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı yayılıb. Cabbar Hafizoğlu Musayev Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhər icra hakimiyyəti başçısı vəzifəsindən azad edilib deyə yayılmış məlumatda qeyd olunub. Və sonda bir neçə cümlə Amerikanın vitse-prezidenti Vensin Ermənistan və sabah Azərbaycana gözlənilən səfəri və bu səfər bizi sülh müqaviləsinə yaxınlaşdıracaqmı? Nəticəsi ilə bağlı fikirləriniz nədir? Əsasən 2 amil burada nəzərə alınır ki, 8 avqust Vaşinqton görüşündə paraflanmış sülh müqaviləsinin məntiq etibarilə nəticəyə gəlib çatmasının belə deyək, yoxlama xarakterlidir, sorğu xarakterli. Bir də trip layihəsi ilə bağlı, bilirsiniz ki, bu məsələlərlə bağlı və ciddi. Amma yalnız bu deyil Vensin gəlişi. Vensin gəlişi əslində Rusiya, Cənubi Qafqaz, yəni İran, üzr istəyirəm, Rusiya, Ermənistan, Azərbaycan münasibətləri, İran, Ermənistan, Azərbaycan münasibətlərinə əslində bir nəzər salmaq, belə deyək də bir razılıq protokolu, qeyri-rəsmi olsa belə imzalamaq məsələsi var. Bilirsiniz ki,
TRIP layihəsi ki, biz ona Zəngəzur dəhlizi deyirik, bu orta dəhlizin bir hissəsidir. Bəli. Qlobal iqtisadiyyatda kifayət qədər rol olacaq bir amildir. 2027-ci ildə Çin-Avropa, yəni Asiya-Avropa arasındakı ticarət dövriyyəsinin 200 milyard artacağı və bu təxminən 850 milyard olacağı, deməli, orta dəhlizdən onun bir 20%-nin keçməsi məsələsi Azərbaycana 3 milyard əlavə tranzit xərcindən gəlir əldə edilməsi məsələsidir. Və bu Ermənistanın dalan dövlətindən tranzit dövlətinə çevrilməsini şərtləndirən amillərdən biridir. Bundan başqa investisiyaların qoyulması məsələsi var. Qərb hara investisiya qoyursa, o coğrafiyanın, o bölgənin təhlükəsizliyinə də qarantiya verir. İranın Cənubi Qafqaza münasibəti, o iki dövlətlə bağlı, Rusiyanın Cənubi Qafqaza münasibəti, 3 dövlətlə bağlı məsələləri sözsüz ki, Amerikanın diqqətindən qaça bilməzdi. Amerika özünün vitse-prezidentini əvvəla bu səfər ilk dəfə 18 il bundan qabaq olub. 18 ildən sonra, Dik Çeynidən sonra, deməli bu ikinci 18 ildən sonra bir səfərdir. 2026-cı ildə Venisin gəlmə məsələsi. Bu, artıq mən Cənubi Qafqazda varam. O təzyiqlərə, belə deyək də, son qoymaq və yaxud təzyiqlərə sinə gərmək məsələsidir. Artıq Amerika Birləşmiş Ştatları Venisin səfəri ilə bunu nümayiş etdirir. Qısa olaraq fikrimizi belə çatdıra bilərik ki, Amerika Birləşmiş Ştatları deməli Cənubi Qafqaza yalnız iqtisadi deməli müstəvidə deyil, həm də siyasi müstəvidə deməli Amerika Birləşmiş Ştatları Cənubi Qafqaza qayıdır və yaxud qayıtdı və bu Cənubi Qafqazı təsir altına almaq istəyən dövlətlər üçün siyasi mesajdır. Mən inanıram ki, bu mesaj məntiqi nəticəyə etibarilə hədəfə çatmış olacaqdır. Bəli, qeyd edim ki, bugün, yəni fevralın 9-da ABŞ-nin əsas Amerika Yəhudi Təşkilatının prezidentləri konfransının sədri Betsy Berns Kornun rəhbərlik etdiyi nümayəndə heyəti, yəni prezident tərəfindən qəbul edilib və görüş zamanı cənab prezident Donald Trumpın hakimiyyətə gəlməsindən sonra Azərbaycan-ABŞ əlaqələrinin uğurla inkişaf etdiyini bildirərək son 6 ayda ABŞ prezidenti ilə bir neçə dəfə görüşməsinin iki tərəfli münasibətlərimizin tarixində ilk nümunə olduğunu diqqətə çatdırıb. Təşəkkür edirəm Bakir bəy, geniş şərhiniz üçün. Əziz tamaşaçılar, efirimiz sona çatır. Sonda bir daha izləyicilərimizdən hər hansısa kanalımıza abunə deyilsə, abunə olub bildiriş butonunda açmağı unutmayın ki, növbəti canlı yayımlarımızdan vaxtında xəbərdar ola biləsiniz. Hələlik sağ olun, salamat qalın.